Heç bir əlavə proqram yükləmədən, heç bir proqramın köməyi olmadan ekranımızdan video görüntü almaq istəyiriksə əgər, əsasən müəllimlərə lazımdır, Windows Alt və R düymələrini eyni anda basmaq lazımdır. Artıq yuxarıda sağ tərəfdə qeydiyyatın başlandığını şahidi olacağı artıq çəkiliş başlayır. Əgər səssiz eləmək istəyirsə ki, mikrofon üzərinə bir dəfə vurmaq lazımdır və ya səslə video çəkiliş eləmək istəyirsə əgər, mikrofonu açmaq lazımdır. Çəkiliş bitdisə, stop düyməsini vurub çəkilişi dayandırmaq olar. Faylların harada yaddaşa verildiyini bilmək istəyirsə əgər, klaviaturadan Windows və G düymələrini eyni anda basmaq lazımdır. Ekrana gələn pəncərədə bu düyməni vurub yaddaşda olan faylların hamısını görmək olar. İstənilən bir faylın üzərinə vursaq, həmin fayl açılacaq, video fayl açılacaq və biz ona baxa bilərik. Bu qədər.